Kondisioner yandırmaq lazım olanda sənə müraciət edəcəm. Bu dəftəri açanda, oxuyanda və ya da ki, köynəyi oxuyanda hər dəfə eyni hissləri keçirəm. Amma abunə olmağı və mənə dəstək olmağı unutmayın. Yaxşı. Hepinizi çox sevirəm. Məzun olun. Hər birinizi təbrik edirəm. O gün olsun universitetin məzunu olasınız. Hər kəsə salam. Videoma xoş gəldiniz. Bugün sizinlə mənim son zəngimdə xatirə dəftərimə və köynəyimə nə yazdıqlarına baxaq. Deməli, istəyirəm sizinlə birgə oxuyaq bunları, mənə nə yazıblar deyə. Bildiyiniz kimi, mən keçən il məzun olmuşam, yəni 2025-ci ilin məzun olmuşam. Lentimi sizə göstərmək istəyirəm. Lentim bu cür olub. Deməli, bunu özüm çəkmişəm. Arxası belədir, bir dəqiqə. Arxası belədir, altda da The End yazısı var, yəni son. Burada avokado görürsünüz, qız versiyalı avokado. Burada da bir dənə şəkil var. Bu düzəni yəqin ki, hamınız bilirsiniz. Deməli, bunu uşaqlara yazdırmışdım ancaq. Yəni, başqa siniflərdən olsunlar, belə deyim, öz sinif yoldaşlarım olsunlar, hazır yoldaşlarım olsunlar, hamısını bunu yazdırmışdım. Deməli, ilk öncə bundan başlayaq. Bu yazıları da belə göstərim sizə. Hər tərəfində bir yazı var. İndi sizinlə birgə oxuyuruq. Sinif yoldaşım Mehri yazıb ki, gözümün işığı, məzun adım mübarək. Hayasız, yaşlı ki, tanımışam səni, arzuladığın hər şey gəlcə yazdım. Çox təşəkkür edirəm. Məzahir mənim ən çox istədiyim sinif yoldaşlarımdan biri olub. Ona hörmət edirəm. O da həmçinin mən hörmət edirəm. Həm də ki, atamın dostunun oğludur. Həm də sinif yoldaşı olmuşuq. O yazıb ki, həyatında sənə bolca uğurlar. İnşallah tələbatı qazanarsan. Nə cür gözəl arzuların varsa hamısı yerinə yetsin. Uğurlar, Məzahir adlı imzası və çox tələbatı qazanmışam. Bilməyənlər üçün ilk qabağıza çıxıramsa, əgər mən Azərbaycan Dilləri Universitetinin artıq ikinci kursu oluram. Yəni inşallah. Bu il birinci kursu bitirdim. Deməli, Həcər riyaziyyat hazırlığım olub. Riyaziyyat videoma baxmaq istəyənə gedib baxa bilərlər. Oradakı hazırlıq uşaqları ilə gəzintiyə getmişdik. Oradakı qızdır. Pişdə olduğum qız. Deməli, Həcər yazıb ki, əziz hazırlıq yoldaşım Ləman Gürcü. Gürcüstanlı olduğuma görə belə yazıb. Sənə həyatda uğurlar arzulayıram. Səni musiqi məktəbindən tanısam da, həyat bizi XY hazırlığında birləşdirdi. Life'ın xoşbəxt, gələcəyin parlaq, hər şey yaxşı olacaq. Olcay Həcərin Bakı ləhcəsidir. Biz onlarla danışırdıq. Burada da bir dənə şəkil çəkib. Yazısı da budur. Deməli, sonra İlahə tarix hazırlığından yoldaşım olub. Yazıb ki, Ləman, tarixə gələndə qarşılaşdığım gözəl qız, səni həyatında uğurlar arzulayıram. Tələbəli illərin öhdəliyindən daha gözəl keçsin. Sevgilərlə İlahə. İlahə bizim hazırlığa sonradan gəldi. O ilk dəfə qapını deyəndə mən açdım. Yəni, o ilk gördüyü qız mən olmuşam. Sonra Səlmi mənim bacalıq həm uşaqlı yoldaşım olub, həm ailəvi dostumuzdur, həm məhəllə yoldaşımdır, həm də ki, ibtidai sinifdən sinif yoldaşım olub. Sonradan mən o sinifi dəyişdim, həm də ki, hazırlıq yoldaşımdır. Əziz gözəl Ləman, gələcək həyatında uğurlar, uğur, şans, həmişə səni də olsun. Səni təşəkkür edirəm. Sonra kimlər nə yazıb? Bu qolda baxaq. Deməli, Fatoş mənim uşaqlıq dostumdur. Eyni məhəllədə yaşamışıq, həm də ki, ailəvi dostumuzdur. Ləmoşum, uşaqlığım, məzun adım mübarək, hər zaman xoş qal, yaxşı ki varsan, siz də yaxşı ki varsınız. Sonra, burada bir dənə yazı var, hələ də mən onu bilmirəm kim yazıb, amma bunu araşdırmalıyam. Deyəsən, bunu Nərgiz yazmışdı, amma o adını qeyd eləmişdim, sinif yoldaşım. Bu sinif yoldaşlarından kimsə yazmalıdır. Həyatın özün qədər gözəl olsun, gözəlliyi altına da şapalaq yazsın. Bu nə bunu? Bunu bizim sinifdən ancaq Nəzrin yaza bilər. Nəzrin, böyük ehtimal bunu yazan sənsən. Baxın, buradakı yazılarım belə görünür. Baxın, nəsə qalmadı ki, oxumadığım. Var. Deməli, həyatında uğurlar Ləman, Pəri, bu sinif yoldaşım olub, Pərvanə. Təşəkkür edirəm. Deməli, arxasına oxuyaq gəlin. Deməli, burada yazı var. Yazıblar ki, əziz bacım, məzun adı mübarək, o gün olsun tələbə adına qazanasan, səbirli ol, bacın 3 il sonrasını partizansan. Ayam, bacım, bunu deməyə ehtiyac yoxdur. Yəqin ki, gözəlim səsin daim ocalardan gəlsin ömrüm, Rəviş mənim, yəni Rəvanə, bu da mənim ibtidai sinifdən sinif yoldaşım olub. Sonra mən o sinifi dəyişdim, oradakı sinif yoldaşımdır.
Ləmaşım həyatında uğurlar, xoşbəxtlik arzu edirəm. İnşallah istədiyin onun tələbə adını qazanacaqsan. Bunu ya Fidan yazmalıdır, ya da Nuray. Qazanmışam istədiyim universiteti. Deməli, bunu Hüseyin yazıb. Hüseyin bizim məktəbin kitab satanında canım Hüseyin. Həm də hazırlıq yoldaşım olub, həm də ki paralel sinifdən tanıdığım uşaq olub. Mikrofonu düşüreyim mi? Paralel sinifimiz olub 11C-də oxuyurdu. Deməli yazıb ki 11B-nin ən qəşəng rəqs eləyən qızı, təbriklər. Çox sağ ol. Çox sağ olun. Burada yazılar belə görünür. Göründü mü bilməm. Sonra bu hissəni oxuyaq gəlin. Deməli, bu da hazır yoldaşım Elnarədir. Həmişə kimi aşk stariyası var. Bir dənə bunu göstərməsəm olmaz. Baxın, burada gül, böcək, çiçək. Yazıb ki, əziz Ləman, sənin məzun günün münasibəti təbrik edirəm. Yaxşı ki, tanımışam səni. İnşallah nəyi manifest etmisən, sağınızı gələcəklər. Çox sağ ol, Elnarə 777. Deməli, Məmmədova Nəzrin həm sinif yoldaşım, həm hazırlıq yoldaşım olub. Yazır ki, Ləmanım, əziz sinif yoldaşım, sənə uğurlar arzu edirəm. Tələbə adını qazanırsan, səni çox sevirəm. Mən də sizi çox sevirəm. Sonra Aydan yazıb, keçmiş sinif yoldaşım yazıb, əziz X sinif yoldaşım, sənə uğurlar arzu edirəm. Yolun olasın, çox təşəkkür edirəm. Sonra Fidan, həmçinin bayaq dediyim Həcər, onun həm sinif yoldaşı olub, həm də mənim hazırlıq yoldaşımdır. Onun da yazısı çox qəşəngdir. Burada bir dənə qəşəng qırmızı ürəklərlə oxuyacağım indi. Deməli, əziz imtahan yoldaşı, həmçinin yazısı imtahanda mən ən arxada oturmuşdum, o mənim bir parta qəynində oturmuşdu. Əziz imtahan yoldaşım, sənə həyatında uğurlar arzu edirəm. Uğurların sonsuzluq müsbət qədər olsun. İnşallah tələbə adını qazanırsan. Ləman Gürcü səsin dağlardan gəlsin. Cavan oğlan Fidan 081. Çox sağ ol. Sonra bu əhsəni kim yazır? Bu əhsəni Tunar yazmışdı. Mənim nə adı? Hazırlıq yoldaşım. Biz riyaziyyatda qrupuyduq. Oradan belə deyim də. Əziz Tunar, çox sağ ol. Əziz hazırlıq yoldaşım Gürcü, sənə gələcək həyatına uğurlar. Yolun açıq olsun inşallah. Məzun lentivi yazaq. Kondisioner yandırmaq lazım olanda sənə müraciət edəcəm. Deməli, bunun bir dənə teması var uşaqlar. Bir dənə riyaziyyat dərsindən. O tema da indiyə qədər həll gedir. Deməli, bir dəfə biz riyaziyyatda olanda kondisioner yanlı idi. Mənimə dedi ki, kondisioneri söndürək uşaqlar. Mən də həmin an, belə deyim, dağınlığıma gəldi. Durdum, kondisioner də o lap yuxarıdadır. Mən də pulti yox, durdum, qalxırdım ki, kondisioneri əlimdən söndürüm. Ayda, o vaxtdan bu yana inşallah mənə lağa qoyur. Sonra əziz qəzi, canım sinif yoldaşım, mənim köynəyimi yazıb. Ənəhli sinif yoldaşım. Əziz yerlim, gələcək həyatında sənə uğurlar. İstədiyin ixtisasa qəbul olasın olmuşam. Xoşbəxtlik məzun ömrü arzulayıram. Bugün summativ olacaq. Yox. Bugün summativ olacaq teması da var bizdə. Qəzənfər hər gün, həmişə mənə yazırlar ki, bugün summativ olacaq ya yox. Artıq semestr imtahanları var. Bu da mənim əziz sinifdaşlarımdan biridir. Hörmətini daim saxladığım və çox istədiyim bir sinifdaşımdır. Hələ də o günün bugün əlaqəmiz var, amma özü bu dəqiqə əsgərlikdədir. Yazır ki, əziz sinifdaşım Ləman, səmimiyyəti, mehribanlığı ilə digər qızlardan fərqlənər insan, sənə gələcək həyatında uğurlar arzu edirəm. Ürəyində nə arzun varsa tapırsan. Çox sağ ol. Всё. Bitdi. Məncə bitdi. Buranı da sizə göstəreyim. Belə. İndi isə gələk mənim xatirə dəftərimə. Müəllimələrim yazıb oxuyaq. Baxın. Kimya müəllimim yazıb, riyaziyyat müəlliməm yazıb. Kimya müəlliməm sinifdəki müəlliməmdir. Riyaziyyat müəlliməm hazırlıqda müəlliməmdir. İngilis dili müəlliməm həm məktəbdə, həm hazırlıqda eyni müəllimədir. Tarix müəlliməm hazırlıq müəlliməmdir. Və bir də ki, musiqi müəlliməm yazıb. Bir də Dilarə müəllimə, bu mənim informatikadan müəlliməmdir. Çox sevirəm onu. Deməli, kimya müəlliməmin yazdığını oxuyaq. Zülfiyə müəllimədir bu arada 281 müəlliməsidir. Mən onu çox sevirəm. Həqiqətən mənim üçün o çox əzizdir. Yazıb sevimli Ləman qızım. Dərs dediyim müddətdə səni savadlı, sözündə dəqiq, səmimi bir qız kimi tanıdım. Gözəllər gözəli qızım, həmişə belə güləriz. Səmimi ol Zülfiyə müəllimə 25.04.2021 səni çox istəyirəm. Ay yaldı, mən də sizi. Hər dəfə bu dəftəri açanda, oxuyanda və ya da ki, köynəyi oxuyanda hər dəfə eyni hissləri keçirəm. Çox darıxıram. Deməli, riyaziyyat müəllimi gələni yazıb.
Əziz Ləmanım, birlikdə keçirdiyimiz bu 3 ildə sən çalışqan, mehriban, əzimli, ağıllı, istiqamlı, şirin, özünü sevdirən, dörd dörtlük bir şagird kimi tanıdım. Yolun açıq olsun, gözəlim, yazım. Gözəl üzün daim gülsün, sənə gülmək çox yaraşır, bəxtəvərin bəxtəvəri olasan. 26.04 2025 Fidan müəllimə. Çox sağ olun. Bu da belə. Gözü şəkillər özü daha Pinterestdən görmüşəm. Deməli, ingilis dili müəlliməm yazıb ki, əzizim Ləman, mənim ən yaxşı şagirdlərimdən biri. Sənə dünyanın ən gözəlliklərini arzulayıram. Üzün hər zaman gülsün. Həyatda mən, yəni hər zaman səsini yüksəklərdən eşitdim, hər zaman parla. Mənim sevimli şagirdim əziz müəlliməm. Bu da 30.04.2025-ci ildə yazıb. Bu da belə. Mənim ingiliscə yazıb. Tarix müəlliməm, əziz müəlliməm, Mirvari müəlliməciyim. Çox sevirəm onu. Deməli, gözəl Ləmanım, o gözəl söhrəndən geniş heç vaxt əksik olmasın. Həmişə belə pozitiv, güləriz, xoş avramlı ətrafa neşəlsən ya. Ürəyində gizli yerində saxladığın ən əziz arzuların qədər bütün istədiklərinə nail olsan qızım. Amin. Allahdan dilədiyim bütün arzuları rahatlıqla çatasan. Amin. Şirin balam, Allah sənə xoşbəxt eləsin, uğurun, şansın bol olsun, tezli tələb olasan. Oldu müəllimə. Oldu. Öz istədiyim yer. Deməli, digəri Mirvari müəllimdə yazdığını göstərib sizə. Belə. Digəri isə mənim musiqi müəllimim olub, həm bağçada, həm də ki, öz məktəbimizdə. Yazıb ki, əzizləmişim, istedadlı qızım, sənə bu həyat yolunda bütün arzularını çatmağı mən də arzu edirəm. Həmişə sev və sevil, sevdiklərinin əhadəsində o yolun açıq olsun. Ləmanım, hörmətlə Vəfa müəllimə. Çox sağ olun müəllimə. Sonra isə informatika müəllimi Dilarə müəllimə yazıb ki, ağıllı, tərbiyəli, gözəl qızım Ləmanım, səni qədəm qoyduğum müstəqil həyata can sağlığı, ruzili, bərəkətli, sağlam ömür arzulayıram. Həyatın həmişə şən notlar üzərində köklənsin. Amin. Yolun hər zaman açıq olsun. Qızım, hörmətlə Dilarə müəllimə, canımsız müəllimə. Bu qədər mənim gözəl son zəngeyimim, xatirə dəftərim və mənim möhtəşəm linkim. Həqiqətən də izlədiyinizə görə çox təşəkkür edirəm. Ümid edirəm ki, sizlər videom çox xoş olmuşdu. Həqiqətən bunları mənə yenidən sizlərlə birlikdə oxumaq mənə çox xoş oldu. Bəlkə sizin geyimlərinizə və yaxud da ki, xatirələriniz nə yazıblar? Aşağıda qeyd etməyi unutmayın. Videomu bəyəndinizsə, like atmayı, kanalıma abunə olmağı və mənə dəstək olmağı unutmayın. Hər birinizi çox sevirəm. Məzun olan hər birinizi təbrik edirəm. O gün olsun, universitetin məzunu olasınız. Hər birinizi çox sevirəm. Hər birinizi ürəkdən təbrik edirəm. Gələn videolarda görüşənədək. Bye bye.